Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, səsimizi eşidən, bizi izləyən hər kəsə. Mən ilk öncə biraz səsimdəki narahatlığa görə hər birinizdən üzr istəyirəm. Ola bilər bu yorğun səsim sizi biraz yorsun, amma üzürlü biləsiniz. Allah hər birinizdən razı olsun inşallah. Bildiyiniz kimi bugün cümə günüdür. Cümə Seyyidül Əyyamdır. Həftə günləri içərisində günəşin üzərinə düşdüyü ən xeyirli, ən ruzili, ən nurani, ən bərəkətli gündür. Bu günü bizə yaşadan Rəbbimizə sonsuz həmdlər, sənalar olsun. Bəzən bizlər bu neymətləri görməməzlikdən gəlirik. Amma bizim mərhəmətli Allahımız var, rəhimli Rəbbimiz var. Və bugün cümə günü və eyni zamanda Şaban ayının da sonuncu cüməsidir. Artıq növbəti cümə mübarək Ramazan ayının ilk cüməsinə düşəcək. Vaxt çox sürətlə gedir. Ömür karivanı çox sürətlə gedir. Bir ay bundan öncə Şaban ayının ilk cüməsini və yaxud da Şabana bir cümə qalıb deyirdiksə, indi Şaban ayda bitir, artıq mübarək Ramazan ayına üz tuturuq. Allah bizi mübarək Ramazan ayına qovuşanlardan qərar versin. Çünki bu ölüm adlı varlıq bütün insanların haqqında keçəcək. Ona görə məlum deyil, dua elədik, amin dedik, amma kim mübarək Ramazan ayına qovuşacaq yoxsa yox, o Xaliq-i Subhana bəllidir. Çünki keçən il bizimlə mübarək Ramazan ayında belə edəcəm deyənlər, sübh namazına gələcəm deyənlər, mənim elə kənarla işim yox, elə məscidimizin özündən neçə nəfəri biz itirmişik. Əminəm ki, burada yüzlər insanların, indi ana və bacılarımız da səsimizi eşidir. Əminəm ki, bizim burada hər birimizin öz doğmalarımızdan itirdiklərimiz olub. O səbəbdən yenə də biz bilmirik, bu üzümüzə gələn Ramazanda kimə nəsib, kimə qismət. O səbəblə biz bu cümə xütbəsində, mövzusunda mübarək Ramazan ayının gəlişi ilə danışacaq, gəlişi barəsində. Çünki Şaban ayının son cüməsi elə mübarək Ramazan ayının astanasında olmaq deməkdir. Və bir şeyi unutmayaq ki, insanlar bəzən ümidsizliyə qatılır. Bəzən görürsən sosial vəziyyətin yaxşı olmaması, bəzən görürsən ailə ilə olan problem, bəzən görürsən uşağın təlim tərbiyəsi ürəyincə olmur. Bir sözlə insanı həyatda narahat edən müəyyən məsələlər olur. Bəzən qəlb yorulur. Amma qəlb yorulsa da ümid insanı yaşadır. Həmişə yaxşı olar, düzələr. İnşallah bir gün hər şey daha yaxşı olar. Ümidi ilə insan ayaq üstə durur və dayanır. Amma artıq zaman bizi bir qapıya gətirib çıxartdı. Bu qapı
sıradan bir qapı deyil. Bu qapı o qapıdır ki, rəhmət qapısıdır, mərhəmət qapısıdır, bərəkətlə, məğfirətlə dolu olan bir qapıdır. Bilirsiniz, elimizin arasında belə bir deyim var. Bəzən görürsən, regionlara görə bu deyimlər fərqli ola bilər. Məsələn, söz dəyişikliyi ola bilər, amma məzmunca yerində qalır. Deyərlər, qonaq gəlməmiş evi yığışdırarlar. Yəni, məsələn, bu təbiətən də bu cürdür də, hər kəs bir qonağın gələndə bir tədarük görürsən, süfrə açırsan, bəzi şeylər alırsan. Bir sözlə evə xanımlar, analar, bacılar əl gəzdirir, təmizliyinə diqqət eləyir. İndi mübarək Ramazan ayda bizə qonaq gəlir. Gərək biz də bəzi şeylərdə diqqətli olaq. Amma bu qonaq sıradan bir qonaq deyil. Elə bir qonaqdır ki, süfrəmizə bərəkət gətirir. Qəlblərimizə nur gətirir və evlərimizə isə huzur, aramlıq gətirir. Ona görə bu qonağın gəlişi üçün biz tədarük görməliyik və bu qonağın adı da Ramazandır. Yenə deyirəm, mövzumuz mübarək Ramazan ayının gəlişi ilə bağlıdır. Ona görə bu istiqamətdə söhbətlərimizi davam edirik. Şaban ayının son xütbəsində, yəni Şaban ayının son cüməsinin xütbəsi, yəni bugünkü gün, Peyğəmbər salavatullah minbərə qalxaraq, sahabiyə üz tutaraq, məhz tarixin bugünkü gününün xütbəsini oxuyuram sizə. Üzün insanlara tutaraq buyurur ki, Ya eyyuhənnas, qad aqbələ ileykum şəhrullah. Ey insanlar, ta orada ey möminlər demir ha, ümumbəşəri xitabdır. Ya eyyuhənnas, ey insanlar, qad aqbələ ileykum şəhrullah. Allah ayı sizə üz tutmaqdadır. Elə bir ay ki, bil barakəti və rəhməti və məğfirəti. 3 səbəblə. Deməli, Peyğəmbər salavatullah istəyir insanlara deyə ki, mübarək Ramazan ayı sıradan bir ay deyil. Mübarək Ramazan ayı sıradan bir təqvim ayı deyil. Deyir, qad aqbələ ileykum şəhrullah. Deyir, Allah ayı sizə üz tutmaqdadır. Sual verə bilərsiniz ki, məyər digər 11 ay Allahın ayı deyil? Axı 12 ayın 12'si də Allahın ayıdır. Niyə Peyğəmbər salavatullah insanlara buyurur ki, qad aqbələ ileykum şəhrullah. Allah ayı sizə üz tutmaqdadır. Deməli, bu ayın bir özəlliyi var. Məsələn, təbii ki, evimizə gələn qonağın hər biri möhtərəmdir. Amma bəzi xüsusiyyətlərinə, müəyyən səbəblərə görə çox möhtərəm qonaq da olur. Orada ailəyə, övlada, balalarına tapşırsan, məsələn, diqqətli ola, danışığa, sözüə, hərəkətə. Yəni, qonağın o ehtiramını son dərəcə qorumaq istəyirsən. Peyğəmbər salavatullah da bu ay ki, qonaq gəlir, istəyir bu ayın sıradan bir ay olduğunu insanlar bilməsin. Buyurur, qad aqbələ ileykum şəhrullah. Allah ayı sizə üz tutmaqdadır. Bu deməli daha önəmlidir. Məsələn, bu aydın olsun deyə bir misal çəkim. Atanın iş otağı var. Orada kitabları var, əl yazmaları var, qələmləri var. Təhqiqatla məşğuldur və orada
stolun üstündə eynəyi də var. Uşaq atanın iş otağına girəndə ana deyir, oğlum, qızım, balam, bax, atanın əşyalarına toxunma, ha. Deyir, nabada eynəyinə toxunasan. Çünki eynəyini taxmadan o nə təhqiqat eləyə bilir, nə yaza bilir, nə poza bilir. O eynəyi xüsusilə tapşırır. O demək deyil ki, o birisiləri önəmli deyil. Amma bu daha önəmlidir. Deməli, 11 ay Allahın ayıdır. Amma bu ay daha önəmlidir deyə Peyğəmbər salavatullah bu ayı Allahın ayı adlandırıb. Allaha nisbət verir. Bir sözlə Ramazan ayı elə təkcə bir ay olaraq gəlmir. Onunla birlikdə 3 böyük nemət gəlir. Bil-barakəti və-rəhməti vəl-məğfirəti. Bərəkət bizim ruzimizdə, ömrümüzdə, rəhmət bizim qəlbimizdə, məğfirət isə bizim əməlimizdə. Bu ay həm də bağışlanma ayıdır. Sanki səmadan mübarək Ramazan ayında yer aləminə, yer əhlinə, ay mənim bəndəm, bu bir ay sənin üçündür. Bu ay bağışlanmaq üçün fürsətdir. Qayıt, tövbə et, istiğfar et. Sanki səmadan bu sözlər yer aləminə səslənir. Və davamında xütbənin ardında Peyğəmbər salavatullah buyurur ki, Huvə şəhrun indəllah əfzəlüş şuhur. Bu ay Allah yanında ayların ən üstünüdür. Və əyyamuhu əfzəlül əyyam. Bunun günləri, bu ayın günləri, Ramazan ayının günləri, ilin bütün günlərindən və ləyalihi əfzəlül ləyali. Və bu ayın gecələri ilin bütün gecələrindən üstündür. Deməli, əslində bu ayın günü adi bir gün deyil, gecəsi adi bir gecə deyil, saatı adi bir saat deyil. Yəni, hətta bu ayın saatı belə digər ayların, ilin bütün saatlarından fərqlidir. Və unutmayaq ki, əslində oruc təkcə ac qalmaqdan ibarət deyil. Əslində oruc olmaqla yanaşı biz bir neçə şeyə də diqqət etməliyik. Əgər oruc oluruqsa, yemək və içməkdən özümüzü qoruyuruq, bu öz yerində. Amma dilimizi də qorumalıyıq. Yalandan, böhtandan, qeybətdən. Oruc olub, əgər qeybət edəcəksənsə, nə fayda? Oruc olub, yalan danışacaqsansə, nə fayda? Oruc olub, elə onun bunun haqqına girib, bilib bilmədiyi danışacaqsansa, nə fayda? Hədislərdə var. Peyğəmbər salavatullah məsciddən çıxıb gedərkən görür ki, bir xanım uca səslə orucluq ayıdır. Orucluq ayında olan bir hadisədir. Öz evində qulluqçusuna, xidmətçisinə nasaza, xoşa gəlməz sözlər deyir. Peyğəmbər salavatullah gəlir, qapını döyür, həyətə daxil olur. Deyir, kuluy və şrəbi, al bunu ye, bunu iç. Deyir, ya Rəsulallah, mən orucam, bu Ramazan ayında nə yemək, nə içmək? Peyğəmbər salavatullah buyurur ki, oruc olmaq təkcə yeməkdən, içməkdən özünü saxlamaq demək deyil. Amma sən necə orucsan ki, mən yolla keçərkən sənin xoşa gəlməz sözləri eşidirəm, nasaza sözlər deyirsən, yəni oruc olan belə eləməz.
Belə oruc olma. Bu əməli əxlaqın göstəricisidir ki, yəni biz orucu elə başa düşürük ki, o 9 amil səbəb ki var, biz özümüzü ondan qoruduq, elə bitdi. Bəzilərimiz elə dini bu cür başa düşmüşük. Namaz qıldımsa, oruç tutdumsa, tamam bitdi. Amma Firuiddin ondur. Mən ikisini eləyib 8-ini əməl eləməyim, orada təvəlla, təvərra var. Allahın dostu ilə dost, Allahın düşməni ilə düşmən, əmri biməruf, nəhyəz münkər. Birdən deyərəm, xətrinə dəyər, xoşuna gəlməz, əmri biməruf eləməyim, nəhyə ənil münkər eləməyim. Bəs bunlar hara getdi? Biz bəzən elə bilirik ki, elə oruç tutub namaz qılıramsa, daha hər şey. Mənim yadıma düşdü, bunu heç danışma fikrimdə yox idi. Yaşayır həmin şəxs, Allah ömrünə bərəkət versin, bizim elə öz kəndimizdəndir, Saatlının Xanlar kəndindəndir. Yaşayır, bir 80-ın üstü yaşı var. Bu tövbəkar idi, namaz başlamışdı. Bu Allah saxlamış, çox danışan idi. Hətta bəzən məscid əhli deyirdi ki, biz utanırıq, sən bir yolla, bir hədisdən, ayədən de, bu biraz az danışsın. Belə də, yəni çox danışırdı. Bir gün buna bir şirindi, indi atamdan da yaşlıdır, yaşı var. Dedim ki, ay əmi, həmd olsun Allah nəsib eləyib, tövbə eləmirsən, hər kəsə bu tövbədə nəsib olmur. Bu məscidə də biraz tez gəlirsən. Elə bu tez gələndə bu qəzalarından da qıldı. Yəni istəyirəm deyəm, yəni bu danışmanın əvəzinə bir namaz qılsın fayda. İndi deyə bilmirəm ki, xətrinə belə də yaşı var. Deyirəm ki, ay Hacəmi, biraz da maşallah tez də gəlirsən. Bu qəzalarından qıl. Bu gündəlik elə qıllam Allah elə bunu qəbulləsə bəsimdir də. Yəni adam qəzanı qılma fikrindədir. Yəni biz istəyirəm nəyi deyəm? Bəzən elə bildik, elə namaz qıldıq, oruç tutduq, elə təməndən pakizəsi yoxdur. Amma namazla, orucla iş bitmir, əzizim. Ona görə oruc dili qorumaq, gözü qorumaq naməhrəmdən, qəlbi qorumaq, gərək qəlbində kin olmaya, küdurət olmaya, vəsvəsə olmaya və bir də əxlaqı düzəltmək. Təbii ki, biz məsum deyilik, amma məsumların izi ilə, cığrı ilə, onların istiqamətinə gedə bilərik. O yolda davam eləyə bilərik. Yəni, bir sözlə oruc olmaq bizim elə dilimizin, gözümüzün, bütün bədən üzvlərimizin də ilahi əmrə itaətdə olması deməkdir. Xütbənin davamında Peyğəmbər salavatullah, xütbə uzundur, hamısını söyləmək təbii ki, çox olar, amma növbəti ilə mübarək Ramazan ayı boyunca cümələrdə bu xütbənin hissə-hissə bölüb danışacaq. Xütbənin davamında buyurur: "Və ənfasukum fihi təsbihun və nawmukum fihi ibadə." Buyurur, bu ayda sizin alıb verdiyiniz nəfəs təsbihdir. Görün, nə qədər bərəkətli aydır. Digər aylarda əlüyə təsbih alıb, Subhanallah, Subhanallah, Subhanallah dediyin savabı nəfəs alıb verirsən, Allah ona bir təsbih yazır. Subhanallah yazır. Doğrudan hikmətdir, ha? Deyir, sizin yuxunuz belə ibadətdir. Digər aylarda namaz qılıb, ibadət eləyib, hansı savabı əldə edərdinsə, bu ayda indi biri yuxuya meyillidirsə, yatmağa meyillidirsə, elə bütün günü yatmasın. Bizim məscid əhlindən də özü də buradadır. Belə illərlə də bir-birimizi tanıyırıq. Bu günüzləri də yatıb, bir gün
Soruşublar niyə? Deyir, Axund xutbə eləyəndə demişdi ki, yatmaq ibadətdir, evdəkiləri deyirdi. Deyir, buna bir hədis demişsiniz, bunu günüz də oyada bilmir, elə bu günüz də yatır. Ta o cür də olmasın, amma ki, hər halda yuxu özü də ibadətdir. Nomukun fihi ibadə. Sizin bu ayda buyurur, yuxunuz da. İndi təsəvvür elə, alıb verdiyin nəfəs təsbih, subhanallaha bərabər. İndi gəl, sən bu nəfəsi Qur'an oxumaqla, Qur'an tilavəti ilə bunu daha da nurlandırsan, necə gözəl olar. Yəni, sənin adi nəfəsin belə təsbihdirsə, amma Qur'an oxusan daha gözəl olar. Və həm də bu ay, mübarək Ramazan ayı, Rəbiul Qur'andır. Qur'anın baharıdır. İnşallah nəsib olsa bir şey yadıma düşdü. Ayın 18-i axşam namazından sonra saat 8-də mübarək Ramazan ayının gəlişi münasibəti ilə, Qur'anın baharı münasibəti ilə Qur'an gecəmiz olar. Qur'an qarilər inşallah iştirak eləyər. İnşallah hər biriniz də dəvətlisiniz. Qur'anın baharı və Qur'anın nazil olduğu ay olduğu üçün inşallah bir Qur'an gecəsi məclisimiz, tədbirimiz olar inşallah. Və hədis-i şərif var, buyurur, İza ca'ə Ramazan futihət əvvabul cənnə. Buyurur ki, Ramazan ayı gəldikdə cənnətin qapıları açılar. Elə ki, mübarək Ramazan ayı gəldi, cənnətin qapıları açılar. Bu bir növ insanları daha da bu ayda Allahla rabitəyə keçməkdə təşviq edici kəlamdır. Sanki səmanın qapıları açılar, mələklər belə səslənər ki, gəlin, artıq bağışlanmaq vaxtıdır. Və bir də bir şeyi tövsiyə edim, bu canlı vasitəsilə də bizi izləyirlər. Elə sizlərə, hər bir kəsə, özümə də təvəqqə ricam budur ki, artıq yenə deyirəm, növbəti cüməmiz bizim mübarək Ramazan ayına təsadüf edəcək. Ramazan ayı gəlməmiş bir neçə şeyə diqqət edək. İlk öncə, əgər küskün qaldığımız insanlar varsa, onlarla barışaq. Mübarək Ramazan ayına qəlbimizdə kinli, küdurətli daxil olmayaq. Küslü halda daxil olmayaq. Əgər qəlbinə dəydiyimiz insanlar varsa, incitdiyimiz insanlar varsa, onlardan halallıq alaq. Ümumən, Ramazan ayı oldu, olmadı, gəldi, gəlmədi. Halallıq hər zaman lazımdır. Çünki ölümün nə zaman gələcəyi bəllidir. Əl-əcəl yəti baxtətən və qəflətən. Ölüm ani və xəbərsiz gələr. Bəzən deyirlər, ölüm gözlə qaş arasındadır, o məsafə uzaqdır. Nəfəs qədəri ölüm bizə yaxındır. Aldın qayıtmaya, verdin təkrar almaya bilərsən. Nəfəs qədəri ölüm bizə yaxındır. Ona görə daima insanlardan halallıq alaraq yaşa. Halallıq alanda insanın qəlbi yüngülləşir, aramlaşır, ruhu toxtaqlıq tapır. Çünki kinli qəlbə rəhmət nazil olmaz. Həsadət, paxıllıq olan qəlbə rəhmət nazil olmaz. Qəlbimizi paxıllıqdan aramlıq halına çevirək. Paxıl olan insanın qəlbi heç vaxt aram ola bilməz. Daima təlatümdədir. Onda oldu, məndə niyə olmadı? O qabağa getdi, mən qaldım. Bir oxumuşduq, o niyə belə oldu?
imkanlarım daha yaxşı idi, amma o irəli. Bu kimi şeylər çox bəsit və cılız şeylərdir. İnanın, sən Allaha, onun əmrinə itaət elə. Allah səni sevər və sevdirər. Allah sevib sevdirəni də heç kim nə qədər istəsə, hansı yolla onu kiçildə mümkünsüzdür. Ona görə qəlbi kinli olanın hətta deyərlər, duası göyə qalxmaz. Ona görə bu o mənadadır ki, qəlbi kindən, paxıllıqdan təmizlə ki, təmiz qəlblə Allaha dua elə. Və bir hədis-i şərif də oxuyum. Buyurur, mən fattərə saimən kanə ləhu mislu əcrih. Əgər hər kəs bir oruç tutana iftar versə, elə onun qədəri savab qazanar. Bu o mənadadır ki, bizim elimizin gözəl adət-ənənələrindən biri də mübarək Ramazan ayında iftar süfrələri açırlar. O iftar süfrəsində oruc olanlar, indi bəzən oruc tutmayan da sual verirlər, iştirak edə bilər, yoxsa yox? Bəli, o ehsandır. Bəlkə elə orada elə bir söhbət olacaq, onun qəlbinə toxunacaq. Yaxşı mənada onun dəyişməsinə səbəb olacaq. Biz insanları gözəl əxlaqla, onlara gözəl münasibət bəsləməklə daha çox təsir edə bilərik. Əsla insanların qəlbini qırma. Zaten وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ اُخْرَى. Birinin günahına görə Allah başqasını mühakimə eləməz. Çalışıb qəlb qırma ginən. Sənin bəzən bəlkə günahın ondan çoxdur. Allah aşkarlamayıb, ifşa eləməyibsə, elə bilmə ki, yoxdur. Bəzən biz eləsini elə bir şeydə ittiham eləyirik, bizim öz günahımız ondan çoxdur. İttiham elə, sadəcə onda bilinib deyə onu ittiham eləyirsən, amma səndə bilinməyib. Ona görə insanlara yaxşılıqla dəvət et, xoşluqla dəvət et. Peyğəmbər salavatullaha Allah Teala buyurur ki, Quran-ı Kərimdə ayət-i şərifədir. Buyurur, əgər sənin rəftarın ləv kuntə fəzzən qəlidən lənfadlı min havlik. Əgər insanlarla sərt davransan, qaba davransan, sənin ətrafından dağılarlar, gedərlər. Yəni elə çatanı aclayasan, çatanın qəlbinə toxunasan. O bəzən görürsən, danışanda, məsələn, baxırsan, atasından da yaşlı insanlar, istər məclisdə olsun, istər müəyyən dini mərasim, elə tonla, məsələn, adam həya eləyir ki, azından atadan yaşlıları var da, bu ədəb çərçivəsi var. Axı, danlayacaq şəkildə söyləmək olmaz. Sən xoşluqla dəvət et ki, o gözəlliklə dəvət et ki, o daha gözəl təsirə malik olsun. Və gözəl dedik, elimizin adətlərindən biri də mübarək Ramazan ayında iftar süfrələrinin, el arasında orcaşdı deyirlər də, iftar süfrələrinin verilməsidir. Onun da böyük bir savabı var. Bir sözlə mən sözümü xülasələşdirim. Elə bir ay gəlir ki, bu ay günaha yandırır, qəlbi dirildir və insanın ruhunu dilçəldir. Belə bir ayın gərək doğrudan da hər anını qənimət bilək. Ramazan ayı Allahın əslində öz bəndəsinə gəl, sən mənimsən, mən səni bağışlamaq üçün yaratmışam, mən səni əzab vermək üçün yaratmamışam, səni incitmək üçün yaratmamışam. Bir sözlə bu dəvətə ləbbeyk deyib,
qəbul eləyib, səsə səs verib gələn nicat tapar və kimsə eşitməsə, bu səsə cavab verməsə, ziyana düşər. Allahdan dilək və istəyimiz budur ki, Allah bu qarşıdan üzümüzə gələn mübarək Ramazan ayına çatmağı, o ayın savab və fəzilətindən faydalanmağı hər birimizə nəsib eləsin. Qəlbimizi və ruhumuzu bu aya hazır olan bəndələrdən eləsin. Və bizim günahlarımızı bağışlayaraq bu rəhmət, bərəkət, məğfirət ayına bağışlanmış qulları sırasında daxil olanlardan olaq. Allahım, bu mübarək ayda süfrəmizi bərəkətli etginən, dilimizi öz zikrinlə La ilahə illallah, Muhammedun Rasulullah, Aliyyun Veliyyullah kəlmələri ilə diriltginən. Allahım, gözümüzü haramdan qoruginən, dilimizi böhtandan, yalandan, qeybətdən qoruginən. Allahım, zamanə imamımızın zuhurunda təcil etginən, bizi o Həzrətin sadiq dostlarından və sirdaşlarından qərar verginən. Allahım, bu mübarək ayı bizim qurtuluş ayımız qərar verginən. Allahım, bizi dini İslamda sabit qədəmlərdən qərar verginən. Allahım, bizi Qur'an və Əhl-i Beytdən ayrı salmaginən. Allahım, cümləmizə halal, minnətsiz ruzilər nəsib etginən. Allah bizi dost, düşmən, cəmiyyət, xüsusilə ailə, övlad yanında xəcalətli etməginən. Allahım, qəlbimizdən kini, küdurəti, şeytənəti, vəsvəsəni kənar etginən. Allah, bu birliğimizi, bu vəhdətimizi əlimizdən almaginən. Allah, sayımızı günü-gündən artırginən. Etdiyimiz duaların qəbuluna Muhammed və Ali Muhammedə 3 ucalı Muhammedi səlavat. Sözcülərimizin salamatlığına xatir salavat zikr eləyək. Allahumma salli ala Muhammed və ali Muhammed. İltimas dua edənlərimiz var, xəstəsi olan, müşkili olan, həllərə olmasına salavat zikr eləyək. Allahumma salli ala Muhammed və ali Muhammed. Övlad arzusunda olan ailələrimiz var, tezliklə əməl salih övladlar olmasına xatir salavat zikr eləyək. Allahumma salli ala Muhammed və ali Muhammed. Zindanlarda olan məhbusların, müşkillərinin həll olunmasına xatir salavat zikr eləyək. Allahumma salli ala Muhammed və ali Muhammed. Hazır rəhbərlik elədik, cəmaat namaz qıldıq, gözəl muizzəsi ilə, xütbəsi ilə könlümüzü oxşadı, Allah ondan razı olsun. Özünün, ailəsinin salamatçılığına xatir, ömrünün, elminin daha da bərəkətli olmasından ötəri, dünyasını dəyişmiş ata-babalarının, ənbaqlarının istirahəti ruhuna xatir salavat zikr eləyək. Allahumma salli ala Muhammed və ali Muhammed. Allah qəbul eləsin. Allah qəbul eləsin. Allah qəbul eləsin. Allah qəbul eləsin. Allah qəbul eləsin.